Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Samiroğlu Əliyev Goranboy rayon məhkəməsinə hakim eyni zamanda sədr təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Yeni vəzifəyə təyin edilən Hafiz Əliyevin həyat yoluna nəzər salaq. Belə ki, Hafiz Əliyev 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. O 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 2009-cu ildə həmin universiteti fərqlənmə ilə bitirib. 2009-2018-ci illərdə Bakı Dövlət Universitetinin cinayət hüququ üzrə magistratura təhsili alıb. Hafiz Əliyev 2011-2016-cı illərdə Nəsimi rayon prokurorluğunda müstəntiq, 2016-2020-ci illərdə isə Bakı şəhər prokurorluğu istintaq idarəsində böyük müstəntiq vəzifəsində çalışıb. 2020-2021-ci illərdə Baş Prokurorluq İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq olub. 3 fevral 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. Onun icraatında bir sıra maraqlı cinayət işləri olub. Onlardan biri də Sumqayıtda 3 nəfərə qətlə yetirən Müşfiq Tağıyevin cinayəti, keçmiş deputat Eldəniz Səlimov və s. eyni zamanda erməni diversantlarının cinayət üzrə məhkəmə prosesində tərkib heyətdə yer alıb. Ailəlidir, 3 oğlu var. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.